dəfəki gəzinti məkanımız Zabrat kəndinədir. Bakının qədim kəndlərindən biri. Şəhər tipli qəsəbədir və Zabrat qəsəbəsinin inzibati mərkəzidir. Sabunçu rayonu ərazisinə daxildir. Zabrat sözünün mənşəyi haqqında bir neçə fikir var. Bir fikrə görə isə Zabrat adı fars mənşəli söz olub, neft bulağı yaxud neftli yer mənasını verir. Digər fikrə görə isə səbir et sözündən alınıb. Zabrat kəndində 200 yaşı adlayan ən qocaman bir ağac var. İstəyirəm sizi də bu ağacla tanış edəm. Elə söhbətin bu yerində bizimlə birgə yol yoldaşı olan əməkdaşlarımız içəri daxil oldular. Onların gəlişi ilə də ətirli dolma süfrəyə verildi. Sadə bir evin qonaqları idik biz. Eşitdiyimiz hər bir məsəl, gördüyümüz hər bir şey ürəyimizcə idi. Müasirləşən zamanda keçmişdən gələn əks-sədamı qiymətli bir saxlanc kimi yaddaşımıza həkk edirdik. Onların hər bir kəlməsi, sözü, ömürlərinin bu yaşında xanım-xatım qəmzələri də bizim üçün yeni idi. Bu gəzintimiz də sona yetdi. Bizi yaxşı qarşıladığına görə qonaqpərvər Zabrat əhlinə çox sağ ol deyirik.